Panel müzakirələri zamanı çıxışçılar arasında rəqəmsallaşmanın tarixi irsin qorunmasına təsiri ilə bağlı fərqli yanaşmalar səsləndirilib. Bildirilib ki, bu sahədə artıq müəyyən beynəlxalq standartlar mövcuddur və dünya miqyasında qorunan tarixi məkanlarda rəqəmsallaşdırma prosesinin necə aparıldığı seminarlar vasitəsilə yaxından izlənilir. Çıxışçılar içəri şəhərdə həyata keçirilən işləri müsbət nümunə kimi qiymətləndirərək, burada mədəni irsin qorunması istiqamətində görülən işlərin və hər həftə təşkil olunan tədbirlərin təqdirə layiq olduğunu vurğulayıblar. Diskussiya zamanı diqqət çəkilən məqamlardan biri də bölgələr, xüsusilə də UNESCO siyahısına daxil olan abidələrin yerləşdiyi ərazilərdə aparılan bərpa işləri olub. Qeyd edilib ki, UNESCO siyahısında olan və ya olmayan abidələr fərq etmədən əsas məqsəd onların rəngini, ruhunu və tarixi kimliyini qorumaqla yenidən bərpa etmək olmalıdır. Bu kontekstdə Şəki və digər bölgələrdə görülən işlərin xüsusi əsaslık tələb etdiyi bildirilib. Müzakirələrdə rəqəmsal vasitələrin gələcəkdə Qarabağ və Şuşada da tətbiqinin mümkünlüyü vurğulanıb. Çıxışçılardan biri qeyd edib ki, meta dünya reallığında yaşadığımız üçün yeni texnoloji yanaşmalar artıq qaçılmazdır və xüsusilə gənc nəslə tarixi anlatmaq üçün vizual təqdimatlar daha təsirli ola bilər. Nümunə kimi Van Gogh muzeyi göstərilib və qeyd olunub ki, dünyada rəqəmsal texnologiyalar vasitəsilə sənətin daha interaktiv təqdim olunduğu muzey təcrübələri mövcuddur. Bununla yanaşı digər çıxışçılar rəqəmsallaşmanın real təcrübəni tam əvəz edə bilməyəcəyini də vurğulayıblar. Məsələn, Baskalda Kələğayı irsinin sərgilənməsi ideyasına toxunularaq bildirilib ki, rəqəmsal təqdimat uzaq auditoriyaya tanıtım baxımından faydalıdır. Lakin bir muzeyə gedib prosesi canlı izləmək, məsələn, Kələğayının necə hazırlandığını yerində görmək tamam başqa hiss yaradır. Bu səbəbdən rəqəmsal imkanlar təbliğ vasitəsi kimi qiymətləndirilsə də canlı təcrübənin öz yeri olduğu qeyd olunub. Paneldə içəri şəhərin idarəetmə modeli də müzakirə edilib. Bildirilib ki, qoruq ərazisində əsas məqsəd yeni iri iaşə şəbəkələrinin açılması deyil, mövcud məkanların keyfiyyətinin artırılmasıdır. Çıxışçılar yaradıcı sənayenin iqtisadiyyatın sürətlə inkişaf edən istiqamətlərindən biri olduğunu qeyd edərək, moda evləri, memarlıq studiyaları və qalereyaların məhz belə tarixi məkanlarda fəaliyyət göstərməsinin önəmini vurğulayıblar. Eyni zamanda iri restoran şəbəkələri əvəzinə ailə restoranı konseptinin inkişaf etdirilməsinin həm milli mətbəxin tanıdılması, həm də tarixi mühitin ruhunun qorunması baxımından daha uyğun ola biləcəyi səsləndirilib. Paneldə səslənən fikirlərdən də aydın olur ki, tarixi irsin qorunmasında rəqəmsallaşma vacib məsələ olsa da, əsas məsələ irsin ruhunu və özünü, yaddaşını qorumaqdır. Bəli, İçəri şəhər qoruq idarəsi olaraq biz qoruğu idarə edirik və bu şəhərlərdən ən azı miqyasda fərqlənən bir məkan olsa da, digər şəhərlərdə olan bütün atributlar, bütün xidmətlər mövcuddur. Bilirsiniz, İçəri şəhər digər UNESCO siyahısında olan məkanlardan fərqli olaraq yaşayan bir şəhərdir və burada insanlar yaşayır. Bu da o deməkdir ki, insanlara göstərilən xidmət də rəqəmsallaşdırılmalıdır. Amma eyni zamanda İçəri şəhəri ziyarət edən turistlər, orada fəaliyyət göstərən muzeylər, hamısı vahid bir rəqəmsal platforma əsasında idarə olunacaqdır. Borularda tüstülənməklə bağlı hal-hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə daimi olaraq monitorinqlər keçirilir və monitorinqlərdən başqa həmin o restoranlara daimi olaraq bir konsultasiya işləri də aparılır. Tələblərə riayət eləməyənlərə cərimə tətbiq olunur. Eyni zamanda zibillərin və digər tullantıların idarə olunması ilə də bağlı çox ciddi nəzarət aparılır. Amma daha öncə söylədiyim kimi sessiyada burada söhbət yəni restoranların sayından getmir, onların keyfiyyətindən gedir. O ilə də bağlı İçəri şəhər qoruq idarəsi olaraq həmin İçəri şəhər ərazisində fəaliyyət göstərən restoranlarla daimi olaraq konsultasiyalar aparılır. Onlarda olan həm problemlər öyrənilir, eyni zamanda onların keyfiyyətinin qaldırılması üçün tədbirlər görülür. Misal üçün təlim proqramı hazırlanılır.